OBS-dən başlatdıq. Hə. Yəni buna deyirlər nə? Buna deyirlər backup prosesi. Yəni backup prosesi nədir? Sadə tərifi yanılmışam. Kompüterdə olan məlumatların ehtiyat nüsxəsindən başqa bir yerdə saxlanılması. Yəni bildiyiniz zibil qabıdır. Bunu təkcə kompüterə aid olaraq fikirləşməyin. Ümumiyyətlə cihazlarda hər hansı bir şəkil, video, mahnı, oyun fərqi yoxdur. Fayl, informasiya, Word olsun, PDF olsun, nə fərqi yoxdur. Onlar silindiyi təqdirdə onları nə etmək lazımdır? Geri qaytarmaq lazımdır. Bu geri qaytarmaq prosesi nə edir? Backuplama. Backup prosesi kompüterdə nə olur? Avtomatik olaraq özü yəni avtomatik olaraq nə edir? Backuplayır. Onu kopyalayır, yadda saxlayır. Avtomatik olaraq. Sən əlavədən eləmirsən. Avtomatik olaraq nə edir? Onu yəni backup belə fikirləş, analogiya verək sənə. 2 dənə açarım var. 2 dənə eyni açar var. Eyni, birəbir eynidə. Eyni evin açarıdır. Biri itdiyi təqdirdə sən digərindən istifadə edirsən. Düzdür? Hə, buna deyirlər backup prosesi. Və yaxud 2 dənə eyni əşyadır. Birini itirəndə, biri sınanda, nə fərqi yoxdur da, nəsə olanda, başına bir hadisə gələndə gəlib digərindən nə edirsən? İstifadə edə bilirsən. Buna deyirlər backup prosesi. Backup prosesi. Bu olur nə? Bu olur artıq backup prosesi. Buna deyirlər backup. Yəni backup ingilis dilindən də gəlib backup, kopyalama. Backup bilirsən nəyə aiddir? Ya backup biz keçmişdik. Deməli, hardaydı? 4-cü ya da 5-ci dərs olmalıdır. Proqram təminatı hissəsində hansı ki proqram təminatı vardı, sistem proqramlar, tətbiqi proqramlar və instrumental proqramlar 3 yerə bölünürdü və o sistem proqramlar özləri də bölünürdü 2 yerə. Bölünürdü bir servis proqramlara, bir də baza proqramlara. Servis proqramları nələr aid idi? Windows əməliyyat sistemi idi, Windows şəbəkələri idi və s. Bunlar aid idi Windows əməliyyat sisteminə və backup hansına aid? Bazaya isə bazaya Windows əməliyyat sistemi və əməliyyat örtükləri şəbəkə əməliyyat sistemi baza idi. Servisə isə utilitlər idi. İndi deyəcəm utilitlər idi, sonra antivirus proqramları idi. Kimsə gəldi? Hə, yox. Utilitlər idi, antivirus proqramları idi və s. Bunlara aid idi nəyə? Servisə. Və backup da nəyin içindədir? Backup da utilitlərin içərisində idi. Utilitin içərisində idi backup prosesi. Nəyin içərisində? Utilitin içərisində backup idi. Backup prosesi utilitin içərisində idi. Utilit nə idi? Utilit istifadəçiyə geniş imkanlar təqdim edən bir proqram təminatıdır. Utilitlər. Utilit. İstifadəçiyə geniş imkanlar təqdim edən bir proqram təminatıdır. Utilit. Məsələn, backupdır, cleanupdır, diskin optimal olunmasıdır, defragmentasiyadır. Bunlar hamısı alınır utilit. Sənə daha çox geniş imkanlar verir də. Məsələn, backup prosesi nədir? Sən belə fikirləş ki, bir dənə məlumat yazırsan. Bir var o məlumatı nə edəsən? Bir var o məlumatı utilit olmadan, yəni backup prosesi olmadan başına bir iş gəlsən, oturub təzədən axtarasan, oturub təzədən yazasan, icra edəsən. Bir də var ki, backup prosesi eləyirsən, onun başına bir iş gələndə avtomatik girib eləyirsən, oradan geri qaytara bilirsən backup prosesi vasitəsilə. Yəni sənə daha geniş imkanlar tətbiq edir, sənə daha geniş imkanlar verir. Backup o deməkdir. Backup nə deyir? Utilit o deməkdir. Sənə daha geniş nə edir? Sənə daha geniş imkanlar verir. İsim gəlməyib. Qayıtın. Bu nə yerdədir? Yadda gedir. Sənə daha geniş nə verir? Sənə daha geniş imkanlar. Backup da bu proses adlanır. Yəni backup da bunun bir növüdür. Backup yəni kopyalamaq. Bu aydındır. Backup prosesi nə olduğu. Yəni backup adı üstündə nədir? Kopyalamaq. Bir proses nə edir? Kopyalayır. Backup prosesi. Nə edir? Kopyalayır. Backup edir. Onu kopyalayır. Keçirik nəyə?
Keçirik bunun davamına. Backup başa düşüldü nə deməkdir? Və belə bir hissə var ki, nəyə görə backup lazımdır? Nəyə görə backup lazımdır? Bunun birdən çox səbəbi var. Çünki belə fikirləş ki, istifadə etdiyimiz cihazlar texnoloji cihazlardır, düzdür? Yəni adı üstündə bilinmir də, məsələn, üzərinə bir şey dağıla bilər, bir maddə ola bilər, maye, su dağıla bilər, nə bilim, əlimizdən düşüb sına bilər, hər nə şey ola bilər də. Həmin an nə olacaq? Avtomatik olaraq məlumatların silinməsi prosesi, yəni delete baş verəcək. Məlumatlar zərər görə bilər. Məlumatlar zərər görə bilər. Həmin məlumatlar da zərər gördüyü təqdirdə, həmin məlumat zərər gördüyü təqdirdə, yəni təsəvvür et ki, sənin çox vacib bir məlumatın var, o məlumat silinir. Gör onda proses necə baş verir. Oturasan onu təzədən yazasan, bütün məlumatları bir hamısını yazsan, təzədən yazasan ki, düzgün yolu tapasan. Düzgün təzədən o həmin məlumatı tapasan. Nə bilim, virus yoluxa bilər, faylı səhvə hamısı yanacaq. Faylı səhvən silə bilərsən, hard diskin var ha, hard diskin. O səhvən nə bilim, sıradan çıxa bilər, sına bilər, elektrik kəsilə bilər, sistem crash olması, yəni sistemin qəzaya uğraması deməkdir. Sistem qəzaya uğraya bilər və s. bilaxır. Bunlar hamısı backup prosesi üçün backup prosesinin lazımlı olmasına təsir edən faktorlardır. Nəyə görə? Belə olduğu təqdirdə artıq backup prosesi baş verir. Belə fikirləş ki, faylın kompüterindən zərər gördüyü təqdirdə, kompüter işdə zərər görsə, həmin an nə baş vermiş olacaq? Həmin an artıq backup prosesi icra olunduğuna görə, backup prosesi devrəyə düşdüyünə görə bir növ həmin iş zamanı artıq sənin faylların kopyalanmış olacaq. Elə bil ki, bir əşyan, iki dənə eyni əşyan var, bir əşyasının da digəri onun yerini əvəz eləyəcək. Onun yerinə əvəzlənəcək. Birəbir eynisidir, heç bir şəkildə fərq yoxdur. Birəbir eynisidir. Buna görə də backup prosesi nə olur? Backup prosesi mütləq şəkildə lazım olur. Yəni mütləq şəkildə nədir? Bunu sən eləmirsən, bunu cihaz özü avtomatik şəkildə save edir. Yəni hər bir prosesdən sonra avtomatik şəkildə save edir. Yəni bunun bariz nümunəsi elə zibil qabına düşən fayllardır. Görsən sən nəsə eləyirsən o zibil qabına, yox. Sən faylı istəyirsən, gedib düşür ora. Düzdürmü? Backup prosesi də eyni işlem kimi yerinə yetirilir. Yəni sənin çöldən və yaxud da daxildən bir əmr yerinə yetirməyinə ehtiyac yoxdur. Sadəcə nə edirsən? Sadəcə girib belə deyə, həmin proses nəticəsində backup prosesi nəticəsində nə edirsən? Backup prosesi nəticəsində də təkcə fayllar yoxdur, ümumiyyətlə bütün hər şeyini, təkcə fayllarla məhdudlaşdırmayaq, bütün hər şeyini. Fayl, şəkil, video, oyun, nə bilim, PDF-lər, prezentasiyalar və s. beləxır. Yəni təkcə fayl deyil, məhdudlaşdırılmayaq. Təkcə hər şeylə nə etmiş olursan, hər şey vasitəsilə artıq nə etmiş olursan, artıq onu bir növ qarantiləmiş olursan ki, artıq başına bir iş gəldiyi təqdirdə nə olur? Çıxış yolun olacaq. Yəni baxaq kaydımıza gedirmi? Bəli, gedir. Gələn yoxdur. Varmış, heç demirsən. Axşamın xeyirləmiz yaxın. Görüntü görsənmir. Yox, mən onsuz da ekranı mən paylaşmışam da, yəni onu demək istəyirəm, ekran görsənir, yəni. Başqa problem nədir ki, onu başa düşmədim. Siz
Yo, görsənmirsiniz. Kameranız bağlıdır. Görüntü görsənir İsmail səndə. Rəmzi sizdə görsənir Rəmzi xan. Hə, əla. Hələ dedim görüntü görsənmir. Necədir, nədəndir problem? Deməli Rəmzi xan biz keçirdik. Backup'dan danışırdıq, backup prosesi haqqında. Məncə siz bilirsiniz backup nə deməkdir. Bilirsiniz yoxsa deyim? Backup kompüterinizdə olan məlumatların ehtiyat nüsxəsini saxlayır. Bir növ kopyalamaq. Bəli. Bir növ onları kopya. Bir saniyə bara getdim. Hə. Bir növ onları eləmək, kopyalamaq. Elə burada qalmışdıq ki, biz nəyə görə backupdan istifadə edirik? Backupda istifadə etməyimiz üçün bir sıra faktor var ki, məsələn, kompüter öz cihazdır, ümumiyyətlə bu cihazda hər an başına bir iş gələ bilər. Nə oğurlana bilər, üzərinə su dağıla bilər, nə bilim, ümumiyyətlə də sıradan çıxa bilər, diskləri sıradan çıxa bilər. Belə deyək də, sonra faylları səhvən silə bilərsiniz və s. ümumiyyətlə də həmin proses zamanı mütləq şəkildə backup sizin eləyə biləcəyiniz bir şey deyil. Yəni kompüter öz-özlüyündə eləyir, onu demək istəyirəm. Öz-özlüyündə, yəni bütün məlumatlarını eləyir, bütün məlumatları yox buradaydı. Bütün məlumatları save eləyir və öz-özünə bütün məlumatları save eləyir. Yəni tutalım ki, bir dənə fayl sildiniz, bir video sildiniz, nə bilim, adi bunun bariz nümunəsi bilirsiniz nədir? Zibil qabı var ha, şeydən, kompüterdə, recycle bin, zibil qabı. Bax o, ona görün məlumatları siləndə necə girib. Oradan geri qaytara bilərsiniz və yaxud da ki, telefonda bir şəkil siləndə girdiniz, zibil qabından geri qaytarırsınız. Baxın, bu da eyni proses kimi, eyni funksiyanı icra edir. Yəni ikisi də nədir? Elektronik cihazda bir proses baş verir də, yəni eyni proses baş verir. Nə bilim, elektrik kəsilməsidir, hard disklərin sıradan çıxmasıdır və s. belə proseslərin baş verməsi neyini? Backup prosesini zəruri hala gətirmiş olur. Backup proseslərini zəruri hala gətirmiş olur. Zəruri hala gətirmiş olur. Və bu isə aydın oldu. Yəni niyə görə backup vacibdir? Backupla nə üçün istifadə edirik? Əla. Və backupların saxlanılması yerləri var. Backupların saxlanılması harda saxlanılır? Bir lokal backuplar var, lokal backuplarda, yəni sizin daxildə olan məlumatlarınız. Bir var external hard disklərdə. External hard disk bilirsiniz nədir? İndi onun şəklini göstərim sizə nə olduğunu. Başlayın. External hard disk çöldən hard diskdə bildiyiniz hard diskdə sadəcə çöldən qoşulub. Tamam, şəklini bircə saniyə. Bircə dəqiqə. Baxın. Elə bil ki, bir növ hard diskdir, sadəcə çöldən qoşulub. Çöldən qoşulub və görürsünüz bu kabel vasitəsilə, USB kabeli vasitəsilə eləyib. Kompüterə çöldən qoşulub. Buna deyirlər external. External xarici deməkdir, internal daxili. External hard disk deyirlər buna. External hard disk çöldən qoşulub. Yəni bu birsiz bir növ nədir? Nəyə bənzətən? Elə yazmışam burada da. Bu bir növ baxın orada flash kart var ha, USB flash. Bir növ ondan eyni funksiyanı icra edir. Yəni ikisi də çöldən qoşularaq idarə olunan bir nədir? Cihazdır. Həm external hard disk, həm də USB flash. Deməli bunlar nədir? Bunlar çöldən qoşularaq backupları, məsələn biz məlumatlarımızı necə flash karta atırıq ki, birdən kompüterdə silinər və yaxud da ki, nə bilim kompüterdə çox yer tutur və s. bilaxır belə proseslərin qarşısının alınması üçün nə etmiş oluruq? Artıq USB flash-dən, yəni flash kartlardan və yaxud da ki, external hard diskdən nə etmiş oluruq?
istifadə etmiş oluruq. NAS cihazları var orada, yəni network cihazları var. O birisi nədir? O bir qovluqdur network cihazlarda. Bir də saniyə mən bir dənə baxım rekord gedirmi? Bir dənə rekord getməz. Hə, gedir. Deməli, NAS cihazları nədir? NAS cihazları bir qovluqdur. Bir növ elə bil ki, o qovluğun içərisində necə başa düşmədim. Bəli, bəli. Bu cihaz deyil o əslində. Sadəcə bu cihaz kimi niyə yazılıb? Bir fayldır o, fayldır. Sizin siz bütün hər şeyinizi atırsınız onun içərisinə. Bütün hər şeyinizi atırsınız onun içərisinə. Elə ki, ümumi bir dənə qovluqdur. Hər şeyinizi atırsınız onun içərisinə, orada saxlanılır. Kopyası ya orada saxlanılır. Özü yox, özü kompüterizə qalır. Amma kopyası gedir orada saxlanılır. Necə? Yox, şəbəkə cihazları deyil. Şəbəkə cihazları deyil, Rəmzə xanım. Network Array standartlarıdır. Baxın, orada NAS ifadəsi. NAS-ın ifadəsi, baxın, ona biz cihaz deyirik. Yəni o cihaz deyil. Durub switch falan fikirləşməyin ki, bu switchdir, routerdur. Ona biz fayl sistemi deyirik. Baxın, backup saxlamaq üçün belə bir cihazdır. Bunları görürsüz, bu diskləri. Bunlar buradan çıxarılır. Bunlar fayl qovluqlarıdır. Məlumatlar, baxın bu kabeli görürsüz. Bu kabel vasitəsilə məlumat ötürülür bura, ötürülür bura. Avtomatik olaraq bunlar da hard disklərdir. Bunlar da çıxarıla bilir. Bu seksiyaları görürsüz. 1, 2, 3, 4 dən. Bunlar çıxarılır yerindən, çıxarılır, taxılır. Baxın, baxın çıxarılmış forması. Bu bəli, 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 bəli. Yəni bəli, bəli, şeydə deyil. Yəni evdə istifadə edə biləcəyiniz bir şey deyil. Yəni ümumiyyətlə ev şəraitində istifadə edə biləcəyiniz bir şey deyil. Hətta bunun yekələri var. Bunun yekələri iş şəraitlərində, böyük yerlərdə istifadə olunur. Yəni bunlar böyük şirkətlərdə, onlarda istifadə, yəni ev şəraitində istifadə oluna bilən bir şey deyil, yəni. Sadəcə mən bilin deyənə qoymuşam. O demək deyil ki, istifadə olunmur, amma bilin. Yo, yo, baxın, deyirəm, baxın, bu kabeli görürsüz, bu kabeli görürsüz. Bunun ayrıca kompüterdə görməlisiniz, görürsüz, bu kabeli görürsüz. Bunun ayrıca bir qovluğu olur, bunun ayrıca bir qovluğu olur, bunun ayrıca bir qovluğu olur. Yəni necə? Məsələn, baxın, bir dənə qovluqdur. Məsələn, baxın, bir dənə qovluq nə götürək burdan. Nə, məsələn, bax, bir PDF bir var. Bir dənə bir PDF aldı, bir dənə fərz edin ki, bu qovluqdur. Bu məlumatı götürürəm bu qovluqda, bu M2 USB ilə taxanda, bunu taxanda, hani o bunu taxanda, bunu birbaşa avtomatik taxanda, flash kartı taxanda nə olur? Aşağıda asılır disk Y. Düzdür? Yəni USB flash drive asılır aşağı hissədə. USB flash flash kartlarımı gətirmədim. Burada deyil, yoxsa taxıb göstərərdim ki, nə asılır. Belə fərz eləyin ki, flash kartı taxanda nə asılır? Flash kartı taxanda bir onun hissəsi asılır, USB flash drive asılır. Siz də faylları nə edirsiniz? Götürüb atırsınız onun üzərinə. Məsələn, faylı bir qovluğun üzərinə necə atırsınız? Belə sürüşdürürsünüz. Məsələn, tutaq da, ataq deyə hələ. Baxın, bu teklabın fayllarıdır da. Götürək, ataq baxın hələ bura. Bax, bax, tamamlandı. Gördünüz? O fayl girdi. Bunun içinə də girək. Baxın, PDF 1. Görürsüz? Yəni o da eyni funksiyanı yerinə yetirir. O səsim deyəsən echo verir. Hə. Nə? Yo, yo, səsim niyəsə echo verdi. Deyəsən bunu çoxaltmışam. Aha, indi normaldır. Yox, yox. Hə.
Deməli, götürürsüz deməli address bunun içinə, o flash kart vasitəsilə. Bu faylda gəlir düşür, şəkil hardaydı. Bu faylda bunun default faylıdır. Gəlir düşür birbaşa olaraq bunun içərisinə və başlayır seçinə. Avtomatik olaraq bir növ elə ki, flash kart kimi, necə məlumatlarımızı biz flash kart kimi götürüb istifadə edirik cihazlarımızın içində. Burada da eynən funksiyanı yerinə yetiririk. Götürürük, bunların içərisindən eləmək, istifadə eləməyə götürüb, bunun içərisində istifadə edirik. Yəni belə, yəni bu adətən ev şəraitində istifadə oluna bilən bir şey deyil. Böyük yerlərdə, böyük şirkətlərdə və s. elə. Bəli. Hemen bizə dəqiqə zarətqəyə taxım kompüteri. Taxdım. NAS. NAS. De, Network Attached Storage. Network Attached. Yazın. De, dayandırdım siz üçün yazın. Hı-hı. Evet. Bizə də gəldi. Yazdınız? Əla. Olur nə? Network Attached Storage. Davam eləyək. Sonra harda saxlanıla bilər? Sonra Google Drive, OneDrive sistemlər var. Məsələn, Google Drive bilirsiniz yəqin ki, ən çox istifadə olunan backupdır. Yəni orada məlumatlar yeni saxlanılır, nüsxələnir, bir növ kopya olunur. Google Drive-dır, OneDrive-dır, Azure-dir. Bunlar bir növ serverlərdir. Neyinir? Gedir orada saxlanılır. Baxın, sonra bu NAS cihazlar var. NAS cihazlarının daha müasir form, daha müasir dedim, yəni daha iri və daha böyük form. NAS cihazları bayaq gördünüz, çox da böyük bir cihaz deyil. Yəni stol üstə yerləşdirə biləcək böyüklükdə bir cihazdır. Amma tape backup cihazlar var ki, tape backup cihazlar çox iri bir cihazlardır. Böyük şirkətlər üçün və belə deyək, ofislər üçün istifadə olunur. İndi bir saniyə, internet bugün niyə belə zəifdir, onu bilmirəm. Açdım. Baxın, belə cihazlardır. Bunlar böyük cihazlardır, yəni bir otaq boyda yerləşdirilən bir cihazlardır. Baxın, tape out backup cihazlardır, yəni bir otaq boyda yerləşdirilə bilən cihazlardır. Bunlar adətən harda istifadə olunur? Böyük iş yerlərində, böyük şirkətlərdə və s. bu hissələrdə istifadə olunur bu cihazlar. Bu cihazların istifadəsi nədir? Burada istifadə olunur. İri. Bunlar deyilər tape backuplar. İri backuplar. Və qara lent deyil. Nə şəkil? Bu. Ha, bu. Belə. Hə, bu. Hə. Lent üzərindən gedir. Disklər. Lent üzərindən fırlanır. Köhnə kasetlər var ya, bilmirəm görmüsən yoxsa yox, lentdir. Hə, bax onlar kimi. Bu nədir? Backup, tape backup. Diskdə bunların içində yerləşdirən disklərdir.
görədir. Yəni, ona görə nədir? İstifadə olunur. Sonra nə var? Sonra var backup'ın növləri var. Backup'ın 3 dənə növ var. Full backup var, incremental backup var və differential backup var. Full backup adına da göründüyü kimi hər şeyi yadda saxlayır. Nə dəxli yoxdur, nə oldu, oyun, video, şəkil, nə oldu, mahnı, fərqi yoxdur. Hər şey, nəyi sildiniz onu yadda saxlayır. Kopyalayır da bir növ. Full adı üstündə də nədir? Full backup da full hər şeyi yadda saxlayacaq, düzdür? Adı nədir? Adı full backup-dır. Hə. Sonra var, amma full backup-ın belə mənfi cəhəti var ki, çox yer tutur. Adı üstə full olduğuna görə çox yer tutur. Həddən artıq çox yer tutur və uzun vaxt aparır o backup-ın yenilənməsi, backup-ın geri qaytarılması və s. çox uzun vaxt aparır, amma çox həm də böyük yer tutur. Sonra nə var? Sonra var incremental backup-la differential backup-ı qarışdırmayın. Incremental backup kompüterdə olan son dəyişikliklərdən sonra ancaq faylları, baxın burada nə var? Fayllar. Tam kompüterdə dəyişiklik edəndən sonra bir faylı sildiniz, həmin fayl backuplanır. Yəni onu geri qaytara bilərsiniz. Amma differential backupda full backupdan sonra hər hansı bir belə deyək, bir dəyişiklikdən sonra hər hansı bir prosesi qaytara bilərsiniz. Fərqi yoxdur. Yəni fayl olar, video olar, oyun olar, mahnı olar, fərqi yox. Amma incremental backupda isə ancaq faylı qaytara bilərsiniz. Digəri sildiniz, qayıtmayacaq. Ancaq fayl. Yəni bunların fərqləri bunlardır. Yəni aydın olduğu fərqləri. Incremental backupda ancaq fayllar üzərində əməllər geri qaytarıla bilər. Yəni fayldan başqa nəsə eləsəz geri qayıtmayacaq. Amma differentialda fayldansa nə eləsəz də geri qayıtacaq. Ona görə fərqi yoxdur. Atıram da bu PDF-i usta. PDF-də var da bu. Backup-ın növləri də bu PDF hər dərsdən sonra plus da şey də var. Video da var. Girib videoya da baxa bilərsiniz. Sonra backup buraya qədər. Backupdan nəsə qaranlıq qalan bir hissə var, yəni aydın olmayan bir hissə. Bəli. 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 Sənin İsmail var nəsə? Əla. Keçirik nəyə? Keçirik bizə dəqiqə. Bircə saniyə. RAID-ə. Redundant Array of Independent Disk. RAID-i bilmirəm, eşitmisiniz, daha əvvəl eşitməmisiniz. Eşitmisiniz siz Rəmzi xanım. RAID də bir növ əslində backupdır. Amma bir növ, yəni tam-tamına backup demək olmaz RAID-ə. RAID-ə tam-tamına bircə saniyə. Nə demək olmaz? Tam-tamına backup deyə bilmərik RAID-ə. Amma bir növ hardasa dolayı yolla deyə bilərik. Nə deməkdir? Onu izah edeyim. RAID o deməkdir ki, eyni vaxtda sizin fiziki disklərinizi bir yerdə birləşdirir və ondan eyni vaxtda istifadə edə bilər. Fiziki diskiniz yenədir, ya hard diskdir, SSD-dir. Onlardan eyni vaxtda istifadə etməyinizi belə deyək, mümkün hala gətirir. Yəni baxın, RAID belə bir quruluşdur. RAID-in 4 dənə növü var. RAID belə bir quruluşdur. Yəni sizin eyni vaxtda, baxın, bu 2 dənə hard diskiniz var və yaxud 2 dənə SSD var, fərqi yoxdur. Onlardan eyni vaxtda istifadə etməyinizi
belə deyək, əlçatan belə analogiya verim sizə. Bir insanın eyni vaxtda iki işi birdən görməsinə şərait yaradan prosesə deyirlər rate. Bir insanın, eynidə insanı deməyim də, cihazı deyirəm mən. Bir cihazın eyni vaxtda 2 dənə fiziki diskdən, hard disk və yaxud SSD-dən istifadə etməsi prosesinə deyirlər rate. Siz də bunu belə uyğunlaşdırın ki, bir insanın eyni vaxtda 2 işi eyni vaxtda yerinə yetirilməsi prosesinə deyirlər nə? Rate prosesi. Eyni vaxtda 2 işi yerinə yetirir. Buna deyirlər rate prosesi. Rate'in açılışı budur. Redundant array of independent disk. Bizə sana baxın, kayıt gedirmi? Bəli, gedir. Aha. Deyirlər RAID prosesi. Yəni RAID-in nə olduğunu başa düşdük. RAID nə deməkdir? Sən İsmail, başa düşdün RAID nə deməkdir? Yoxsa? Yəni RAID elə bir prosesdir ki, sizin 2 dənə fiziki diskinizdən icazə verir ki, eyni vaxtda ondan istifadə eləyəsiniz. Buna deyirlər RAID prosesi. Nə prosesi? RAID prosesi. Və RAID-in də 4 növləri var. 1, 5, 6 və 10-cu 11.0 deməkdir. RAID-in birinci növündən başlayaq. RAID 1. RAID 1 bilirsiniz nə deməkdir? RAID 1 baxın orada yazılır mirroring, yəni güzgü. Yəni siz burada birincidə ya da burada fərqi yoxdur da. Nə edəcəksinizsə, eyni şey burada da yazılacaq. Yəni elə bir ki, bunlar əkiz insanlardır. Burada nə edirsinizsə, burada da o şey eləyir. Yəni burada yazı yazırsınızsa, burada da yazır. Silirsinizsə silir. Nə bilim, ədəd yazırsınızsa ədəd yazır. Yəni eyni prosesi eləyir. Eyni prosesi eləyir. Sizcə bunun mənfisi nə ola bilər bu RAID 1-in? Yox. Sürətli də əksinə. Bəli. Siz deyin Rəmzi xanım, nə ola bilər? Tamam, bildim. Mənfisi nədir? Mən mənfisini soruşuram. Mənfisi nədir? Yox. Mənfisi odur ki, əgər bu diskə nəsə olsa, bunun mənası yoxdur, apartullah. Bu diskə nəsə oldu, sındı, sıradan çıxdı, əzildi, büküldü, nə oldusa. Buna olmasa belə apartullah. Yəni bunun işləməsi üçün nə yazmışam burada? Minimum 2 dənə disk lazımdır. Düzdürmü? Deməli, buna nəsə olsa, bu sıradan çıxsa, avtomatik olaraq işləməyinin mənası var. Yox, buna apartullah. RAID 1. Amma çox sürətlidir. Niyə? 2 dənə diskdir. Yəni məlumatı ikisi arasında ötürür, geri verir, ötürür, geri verir. Ona görə sürətlidir. Belə sürətlidir, amma belə nədir? Təhlükəsizlik baxımından birinə nəsə olduğu təqdirdə digəri də sıradan çıxır. Yəni belə. Bu başa düşülür RAID 1 nə deməkdir? Siz Rəmzi xanım. Rəmzi xanım. Sonra keçirik RAID 5-ə. RAID 5 nədir? RAID 5-də minimum 3 dənə disk lazımdır. RAID 5-də minimum 3 dənə disk lazımdır. RAID 5-də RAID 5 iş yer... Bu niyə belə donub? RAID 5-in minimal şəkildə 3 dənə disk lazımdır və iş yerlərində ən çox istifadə olunan budur. RAID 5 nəyə görə? Çünki burada problem nə idi? Bir dənə disk sıradan çıxsa, digəri işləyəcək, düzdür, işləməyəcək. Amma burada o problem yoxdur. Bir dənə disk sıradan çıxdığı təqdirdə digərləri öz vəzifəsini icra edə bilər. Yəni burada heç bir problem yoxdur. Bir dənə disk sıradan çıxır, amma digərləri öz prinsipinə, öz işinə davam edir. Yəni ona görə heç bir şəkildə nədir? Fərqi yoxdur. Bir dənə diskin sıradan çıxdı, digərləri də davam edir. Bir diskin sıradan çıxması heç bir şəkildə də maneçilik törətmir. Düzdürmü? Amma
Mənfi cəhəti nədir? RAID 5-in mənfi cəhəti odur ki, konfiqurasiyası çətindir. Yəni görürsüz, burada məsələn 2 dənə disk idi. Öz aralarında gedib gəlirdilər, öz arasında məlumat ötürülməsi mübadiləsi baş verdi. Amma burada 4 dənə disk, minimal şeydə 3 dənə və daha artıq olduğuna görə artıq bunun konfiqurasiyası qurulması biraz uzun vaxt aparan bir prosesdir. Ona görə də burada da yazmışam üstünlüyünü ki, nədir? Həm sürət, həm də təhlükəsizlik balansı bir diskin sıradan çıxmasına dözümlüdür. Yəni bir diskə nəsə olanda avtomatik olaraq sıradan çıxır. Sıradan çıxır nə idi? Digər üçü normal istifadə oluna bilər. Sonra RAID 6 var. RAID 6 birəbir RAID 5-ə bənzəyir. Burada double parity yazıb. Double parity bilirsiz nədir? Burada artıq bir yox, 2 diskin sıradan çıxmasına heç bir şəkildə problem yaratmır. 2 diskin, yəni 2 diskin sıradan çıxması zamanı heç bir şəkildə problem yaratmır. Öz yerində istifadə olunur. Amma bayaq dedim ha, iş yerlərində ən çox istifadə olunan RAID 5-dir. Nəyə görə? Çünki iş yerlərində çox nadir hallarda baş verir ki, eyni vaxtda 2 disk birdən sıradan çıxsın. Çox nadir hallarda baş verən bir proses. O eyni yerdə ki, eyni vaxtda 2 disk sıradan çıxsın ona görə. Həm də bundan əlavə ki, RAID 6-nın qurulması çox uzun vaxt tələb edən bir prosesdir. RAID 6-nın qurulması həm də çox belə deyim maddiyat tələb edən bir proses. Çünki burada minimal 4 dənə diskiniz lazım olacaq. Minimal şeydə 4 dənə disk lazım olacaq və o diskləri quraşdırmaq üçün maddiyat tələb olunacaq. Daha uzun bir vaxt aralığı olmalıdır. Daha uzun bir vaxt aralığı olmalıdır. Əlavə olaraq da RAID 5-də bir diskdir. Yəni bir diskin sıradan çıxması problem yaratmır. Amma RAID 5-də 2 diskə nəsə olsa, məsələn, həm 0, həm 1 diskə nəsə olsa işləməyəcək heç bir şəkildə. Amma burada həm 0, həm 1 diskə nəsə olsa, digər 3 dənə disk işləyəcək. Amma burada işləməyəcək. Amma bu o problem deyil ki, işləməyəcək. Yəni niyə görə? Məsələn, o deyil ki, RAID 5-dən istifadə həddindən. Baxın, burada yazmışam ki, ən çox istifadə olunan elə RAID 5-in özüdür. Ən çox istifadə olunan RAID 5-in özüdür. Çünki iş yerlərinin çox nadir hallarında baş verir ki, 2 disk birdən-birə nə olsun, sıradan çıxsın. Bəli. Aha, əlinizi qaldırınız. Bəli, bəli, buyurun. Bu disklərin qurulması bunun ikinci dərsidir. Görürsüz, mən bugün heç bir şəkildə praktika demirəm. Bunun ikinci mövzusudur disklərin qurulması. Birinci mən deyim ki, bu RAID nə haqqındadır. Ondan sonra onun konfiqurasiyası göstərib ki, gələn dərsin mövzusudur bu RAIDlər hardadır, necə qurulur. Ki, bir növ onu nə edəcəyim? Simula eləyəcəyik də. Şəkildə. Aha, backup. Yox, əlaqəsi yox. Əlaqəsi yoxdur. Bu RAID tamam ayrı mövzudur. Bu RAID-in konfiqurasiyası gələn dərsdə göstərəcəm ki, RAID-də necə konfiqurasiya olunur, necə işlənilir. Gələn dərsdə bu. Yəni onları bölməyi, RAID 1 kimi bölməyi. Hə, indi məlumat verirəm ki, bilin ki, RAID nədir. Çünki mən birdən-birə necə praktikasına keçəcəm ki, RAID belə qurulur. Qayıdıb deyəcəksiniz ki, RAID nədir? Mən o birinci RAID-i başa salım ki, RAID nədir, ondan sonra onu quraq da. RAID-in qurulması gələn dərsin mövzusudur. RAID 6 başa düşüldü. 6-da əslində minimum. Bəli, ən azı. Bəli, düzdür. Burada 4 dənədir. Yəni RAID 5-lə birəbir eyni şeydir. Sadəcə RAID 5-də bir dənə diskə nəsə olsa heç bir şəkildə problem olmur. Digərləri işləyir. Amma RAID 6-da bir dənəsinə də 2 dənəsinə nəsə olsa heç bir şəkildə problem deyil. Amma RAID 5-də 2 dənə diskə nəsə olsa, məsələn 0-la 1 diskinə nəsə olsa, vəsiyo, işləməyəcək. Amma RAID 6-da heç bir şəkildə problem deyil. 0 diskinə də, 1 diskinə də nəsə olsa, 0 diskinə, digər 2, 3, 4 bu disklər nə olacaq? Bu disklər işləyəcək. Öz işlərini davam etdirə biləcəklər. Heç bir şəkildə nədir? Problem yoxdur. RAID 6-da, bəli. Minimum 4 disk, 5 disk yox, 4 disk, 5 disk lazım deyil. Yazmışam amma burada 4 disk.
4 disk. Deyək ki, minimum 4 disk. Hə, bəli, bəli. Yəni birinə heç bir şəkildə fərqi yoxdur. Yəni problem deyil. Birinə solda olmalı. B növə. Davam edək. RAID bu 10 deyil ha. RAID 1 və 0-dır. Yəni 10 kimi RAID 10 deyə bir şey yoxdur. RAID 1 və 0-dır. Nə deməkdir 1 və 0? Heç nə. RAID 1 ilə RAID 0-ın birləşməsidir. RAID 1-də necə idi? RAID 1-də güzgü kimi toplanırdı. Burada da ki sürətli idi. Elə bir ki bu həm güzgü kimi toplanılır, həm də daha sürətli olur. Baxın, həm də çox sürətli olur, həm də təhlükəsizdir. Və burada RAID 1-də necə idi? RAID 1-də bir dənəsə nəsə olanda, digəri işləmir də, düzdür? Artıq burada o problem yoxdur. Yəni bir dənəsə nəsə olduğu təqdirdə heç bir şəkildə problem yoxdur ki, digəri işləyəcək. Çünki digərləri işləyir. Amma bu RAID 1 deyil. Bu RAID 1-dən 0-dır. Ona görə işləyir.